Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün çox ciddi şəxsiyyət pozuntusu olan paranoid şəxsiyyət pozuntusundan danışacağıq. Ümumiyyətlə özündə olan güvənsizlik, başqalarına qarşı daha çox güvənsizlik, etibar hissinin olmaması, inamsızlıq nə baş verir? Əslində bu xəstəlik hansı xəstəliklərin fonunda yaranır? Bəzən özümüzün düşüncələrimizi idarə etməkdə və kontrol etməkdə belə aciz qalırıq. Özümüzə xəsarət, ətrafa xəsarət qədər gedəcək bir yoldayıq. Bununla bağlı studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik ki, bu mövzuda müzakirələr aparaq. İlk olaraq onları sizə təqdim edim. Tibb Universitetinin Psixiatriya Kafedrasının doçenti, tibb üzrə fəlsəfə doktoru Araz Mançöhrü-Laleyi. Doktor, xoş gəldiniz. Eyni zamanda bizim həkim, psixiatr, psixoterapevt Elmir Təhməzov. Doktor, xoş gəldiniz. Hər birinizi dəvətimizi qəbul etdiyinizə görə öncəliklə təşəkkür edirəm. Demək ki, paranoid şəxsiyyət pozuntusu. Araz doktor, başlayaq sizdən. Ümumiyyətlə, paranoid şəxsiyyət pozuntusu özü nədir? Bu anlayış haqqında qısaca bir məlumat verək. Sonra artıq bunun başqa, belə deyək də, səpkili formalarına giriş edək. Buyurun. Çox sağ olun. Sizə birinci informasiyanı çatdırmaq istərdim ki, paranoid sözü nə deməkdir? Paranoid tərcümədə, latin dilinin tərcüməsində yanlış fikir, yalançı fikir. Biz ona tibbi nöqteyi nəzərində o adlanır sayıqlama. Düzdür, bəzi insanlar biz deyəndə sayıqlama fikri, onlar başa düşürür ki, gecə yuxuda danışan insanlara deyirlər, o sayıqlayır. Lakin tibbi nöqteyi nəzərində o sayıqlama sayılmır. Sayıqlama sayılır yanlış fikir. İnsanda yalançı fikirlər, reallıqla uyğun olmayan fikirlər. Və ikinci böyük bir moment odur ki, insanlarda o fikirlərə qarşı tənqid olmur. Onlar anlamırlar ki, onların fikirləri səhvdir, onlar düzgün fikirləşmirlər. Və onların bütün davranışı bu yanlış fikirdən gəlir. Paranoid deyəndə, bilirsiniz, paranoid müxtəlif xəstəliklərdə rast gəlinir. Həm ola bilər paranoid şəxsiyyət pozuntusu, həm ola bilər paranoid şizofreniya, həm ola bilər qocalıq xəstəliklərində paranoid, bipolar affektiv pozuntunun ağır mərhələsində orada da paranoid rast gəlinə bilər, alkoqolizmdə, müxtəlif başqa narkotik, bəli, bu paranoid geniş bir termindir. Lakin hər xəstəliyin, hər o xəstəliyin öz xüsusiyyəti var. Məsələn üçün, alkoqolizmdə olan paranoid daha çox qısqanclıq paranoidi. Şizofreniyada olan paranoid daha çox təqib, təzyiq, izləmə, şübhə. Və qoca insanlarda, yaşlı insanlarda daha çox paranoid bağlıdır. Mənim paltarlarımı oğurladılar, pulumu oğurladılar. Bax, bu tipdə. Və indi əgər söhbət gedir ki, şəxsiyyət pozuntusu, paranoid şəxsiyyət pozuntusu, tibbi nöqteyi nəzərində bu xəstəlik sayılmır. Tibbi nöqteyi nəzərində bu sayılır xasiyyətin ağır deformasiyası, xasiyyətin ağır pozuntusu. Yəni, bu odur ki, nə qədər də şübhə olsa paranoid şəxsiyyət pozuntuda, o hansısa bir moment başa düşür ki, onun fikri düzgün deyil. Yəni anlayır ki, artıq. Anlayır. Əgər o onu anlamasaydı, onda o paranoid şəxsiyyət pozuntusu yox, o olardı şizofreniya xəstəliyi. Doktor, demək anlayır əslində nə başır. Sadəcə qəbullanıb özünü dəyişməkdə acizdir, belə deyək. Dəyişə bilmir. İstəmir, dəyişmək istəmir özünü. İstəmir. Yəni dəyişə bilmir deyə dəyişmir, yoxsa dəyişmək istəmir? Onun üçün dəyişmək çox çətindir. Lakin belə şəxsiyyətlər var ki, onlar öz o paranoid xasiyyətini, şübhə olan xasiyyətini dəyişə bilir. Kontrolda saxlaya bilir. Dəyişə bilir, düz deyil. Kontrolda özünü saxlaya bilir. Və sizə deyim ki, əgər o yüksək intellektə malikdirsə,
yaxşı biliklərə malikdirsə, yaxşı yaddaşı varsa, dünyada olan prosesləri düzgün qiymətləndirirsə, o hətta məşhur bir insan da ola bilər olsun. Mən demirəm yaxşı məşhur, yoxsa pis məşhur. Məsəl üçün, Stalin şəxsiyyət paranoid şəxsiyyət pozuntusu idi. Hitler paranoid şəxsiyyət pozuntusu idi. Sırf onların xasiyyətinə görə onlar o zirvələrə çata biliblər. Yəni, əslində paranoyada bu özünü hər zaman tətikdə olmaq var da, yəni özünü hər zaman qaranta və sığortaya almaq var ki, hər an, hər tərəfdən zərbə gələr deyə özlərini hazırlıqlı vəziyyət. Bəlkə də bu onlar üçün üstün tərəfdir ki, özlərini formalaşdırmaq. Paranoid şəxsiyyət insanlar, onlar mən yenə deyirəm, düzgün istiqamətləndirəndə onlar yaxşı kəşfiyyatçı olurlar. Onlar yaxşı istintaq aparan olurlar. Onun ki, onlar heç vaxt heç nə inanmırlar. Hər şeyi xırdalayırlar, hər şeyin axırına çatmaq istəyirlər. Bəli. Elmir bəy, demək ki, bu paranoid şəxsiyyət pozuntusunun səbəbini dəqiq və konkret olaraq nəyə bağlandığını belə də elm tam təsbitini verməsə də, amma yenə də bunlar sosioloji, bioloji, psixoloji, nevroloji məsələlər fonunda yaranır və bunlar təbii ki, əgər bir söhbət şəxsiyyət pozuntusundan gedirsə, demək ki, bu səbəbsiz yerə yarana bilməz. Bu erkən dönəmlərdə alınan və gedən davranış pozuntularından başlayaraq müəyyən dediyimiz, indi artıq o sözlə bəsitləşib bir travma yanaşmaları fonunda nə baş verib ki, müəyyən yaşda artıq bu formada özünü təzahür edib? Bu çox multifunksiyanal məsələdir. Yəni, biz tamamən bir şeylə bağlı paranoid oldu deyə bilmirik insanlara. Təbii ki, genetik meyillər var, ailələrində şizofreniya, psixotik pozuntular onlarda, paranoya daha çox olur. Amma birinci bu paranoyada düşüncə məsələsinə aydınlıq gətirsə, insanlarda obsesiya var, həddindən artıq dəyər verilmiş düşüncə var və sayıqlama var. Yəni, delüziya biz ona deyirik tip dilində. Obsesiyada vəziyyət belədir ki, deyək ki, şəxs deyir ki, xüsusi xidmət orqanları məni izləyir, belə bir düşüncə gəlir ağlına. Amma deyir ki, bu ağlıma gəlir, amma bunun real olduğuna inanmıram. Çünki mənim, deyək ki, bazarda işləyən bir satıcıya mənə niyə izləsinlər? İkinci, həddindən artıq dəyər verilmiş düşüncədə şəxs deyir ki, məni xüsusi xidmət orqanları izləyir. Arada inanıram, arada inanmıram. Ola da bilər, olmaya da bilər. Üçüncü halda isə deyir ki, məni izləyirlər və buna inanır. Siz onu heç bir şəkildə o fikrindən daşındıra bilmirsiniz. Ona görə, yəni, delüziya dediyimiz xüsusilə bu vəziyyət bu şəkildə. Dinamik olaraq biz bu insanlara baxanda niyə görə bu paranoya ortaya çıxır? Bu bir müdafiə mexanizmidir. Deyək ki, şəxs köçüb Bakıdan Almaniyaya çətinliklə qarşılaşıb, mentalitet dəyişib, mədəniyyət dəyişib, bilmədiyi yeməklər, qidalar, insanlar və bir anda paranoid düşüncəsi formalaşa bilər ki, buradakı insanlar məni istəmir. Amma özü adaptasiya eləyə bilmədiyinə görə, çünki öz yetərsizliyi ilə baş-başa qalacaq, o adaptasiya ola bilmir. Ona görə bir paranoya ortaya çıxır və o rahatlayır. Yəni, insanlarda, bayaq oxuyurdum paranoid haqqında, belə bir önəmli, maraqlı cümlə işitdim. Deyir, bir şeyə bir insan inanırsa, biz ona sayıqlama deyirik, bir yalançı fikrə. 2 nəfər inanırsa, paylaşılmış psixoz deyirik. Çox adam inanırsa, buna kültür deyirik. Məsələn üçün, eləyir, vurur bura. İnanırmı onun vuranda gedəcəyinə? Azərbaycanlılar eləyir yəni. Amma biz buna paranoya demirik, mədəniyyət deyirik. Ya da, nə bilim, mən çox təsir eləyən şeylərdən biri masanın üstünün salfetka ilə silinməməyi. Bəli, inanclarımız. Yəni, adam həqiqətən inanır ki, masanın üstündəki şeyi salfetka ilə silsə, evdə pis hadisə baş verəcək. Bilməm, siz rastlaşmışsınız yoxsa yox, mən rastlaşırım. Stolun üstünü salfetka ilə silmək olmaz. Yəni, bu paranoya deyilmi? Amma biz buna heç paranoya olaraq baxmırıq. Bəziləri də deyir ki, kağızla silinəndə ruzi bərəkət evdən uzaq düşür kimi. Telefon xəttimizdə tamaşaçımız var. Eşidək, axşamınız xeyir olsun. Buyurun. Xeyir, axşamınız xeyir. Mən həkimə bir dənə öz fikrimi deyim, bəlkə o başqa bir şey deyəcək, mənim fikrimi təşviq eləməyəcək. Deməli, bizim böyük filosof Aristotel demişdi ki, xasiyyəti pis olan adam
heç vaxt öz xasiyyətini dəyişə bilməz. Çünki deyir, o onun daxilindədir o pislik, o düzgün olmayan bütün o fikirlər, qərarlar deyir, onun daxilindədir, o dəyişə bilməyəcək. Ancaq, üzr istəyirəm, Quran-ı Kərimdə Allah Teala, Allahın salamı olsun Peyğəmbərimizə deyir ki, pis adamı, pis xasiyyətli adamı sən öz fikrindən daşındıra bilməzsən. Əgər o özü istəsə, çoxlu xeyir işlər görməklə, bəlkə də özünü islah eləyə bilər. Aristotel deyir, o alınmayacaqdır, düzəlməyəcək. Ancaq Quran-ı Kərimdə Allah Teala o özü istəsə, xeyir işlər görməklə çoxlu öz xasiyyətini, öz xarakterini dəyişə bilər. Bəli, tamamilə razıyam. Mən düzdür, xasiyyəti dəyişmək qeyri-mümkündür. Təşəkkür edirik zənginizə görə bir tamaşaçı yanaşması və fikri. Və bayaq mən dediyim kimi, dəyişmək qeyri-mümkündür. Kontrolda saxlamaq, bu mümkündür. İnsan özünü toparlayıb, istəklərini bilir, nə istəyir, bilir, hardan nə gözləyir, iradəsini yığaraq, o öz xasiyyətini kontrolda saxlaya bilər. Bu təbii bir şeydir. Olunur, bəli, və mühit insanın xasiyyətini dəyişə bilər. Mühit insanı məcbur eləyə bilər, öz pis xasiyyətini eləsin yaxşı. Və mühit eləyə bilər ki, yaxşı xasiyyətini keçirsin, pis. Təbii ki, burada öz şəxsi istəyi olarsa, amma bu xəstəliklərdə, indi doktor razılaşarsınız ki, bu xəstəlikdə, şəxsiyyət pozuntusunda, paranoid şəxsiyyət pozuntusunda onlar özlərində mənfi nəyisə olduğunu heç bir zaman qəbul etmirlər. Bunlara nəyisə qəbullandırıb və dəyişdirmək təbii ki, çətin olacaq və nə zamansa özləri istəyəcək deyə anlayışın da olması şübhə altındadır, deyil mi? Yəni, bu insanlar, bu xasiyyət məsələsi ilə bağlı bunu deyim ki, xarakter nisbətən dəyişir, doğuşdan gətirdiyi temperament isə dəyişmir, yəni material. Bu ikisi bir yerdə xarakter üstəgər temperament bizim şəxsiyyətimizi formalaşdırır. Ona görə şəxsiyyətin bir hissəsi dəyişir, bir hissəsi dəyişmir, yəni kökü dəyişmir, genetikanı dəyişdirə bilmirik. Bu belə səthi dəyişmələr. Yəni dəyişim yolda psixoterapiyadır, onu deyim. Və dediyi kimi də, yəni insan dəyişmə arzusu varmı, yəni bundan bağlı. İkinci məsələ odur ki, siz dediyiniz bir nöqtə var idi. İnsanoğlu mütləq ki, həyatının bir yerində şizoparanoid vəziyyətə keçə bilir. Məsələn, bunu kültürel olaraq baxanda Ermənistan toplumu paranoyalıdır. Onlar elə düşünürlər ki, həqiqətən də ətraf qonşular onları yox eləməyə çalışır. Və bu paranoyanın biz şeyinə düşmüşük. Neçə illərdir çətinliyinə və əllərinə fürsət düşən kimi ilk fürsətdə də belə deyək də o içdə bir qorxu var. Onu olmayacağını özünə sübut eləmək üçün ətrafa hücuma keçir. Yəni bu paranoya elə xırda bir şey deyil. Yəni dövlətlərin siyasətinə təsir edən məsələdir. Hətta bununla bağlı Ermənistanda araşdırmalar da var. Bu gün də məncə o kültürel da, yəni psixoz davam edir hələ də. Hələ də həqiqətən fikirləşir ki, bütün günü bu Azərbaycanlılar burada oturub fikirləşir ki, görəsən oranı necə yox eləyə bilərik. Günlük qayğılardan qurtulmayan Azərbaycanlılar. Ona görə bu paranoid vəziyyətə gəlməyimiz mümkündür. Müharibədə gələ bilərik. Ya da bizim hər birimizdə bəlkə belə düşünə bilərik ki, bir psixotik bir nüvə var. Onun ortaya çıxmamaq üçün bizim fərqli müdafiə mexanizmlərimiz var. Da insan var ki, deyək ki, öz psixotik yaşantısını, deyək ki, bir rejissorsa, o filmdə onu əks elətdirə bilər. Ora yansıda bilər. Heç vaxt başa düşəməliyik ki, bunda bir paranoya var. O filmdə onu işləyə bilər. Amma insanın o resursları, gücü olmadıqca o psixotik nüvənin mütləq ki, ortaya çıxmaq üçün şərait olunur və psixoz, belə deyək də, qadağanın qalxdığı zaman psixoz başlayır. Yəni də insan öz dünyasına keçir və onun dünyasında qayda elədir. Belə görə bilərik dinamik olaraq və Melanie Klein var, biz məşhur psixoanalistlərdən. O insanoğlunu iki lokasiyada dəyərləndirir. Yəni depressiv lokasiya və şizoparanoid lokasiya. Bu da uşaq olanda mütləq ki, biz bu hər iki lokasiyanı görürük, mövqeni. Böyüdükcə də artıq insanlar, münasibət, sənət, yaradıcılıq, elm, ədəbiyyat, kitab, dəftər bizim bu psixozumuzu Araz müəllim dediyi ki, gizlətmək üçün imkanlar yaranır. Əgər kimin resursu azsa, gizlədə bilmirsə,
psixozu açıq şəkildə üzə çıxır və bir xəstəlik diaqnozu var. Yəni kökümüzdə, nüvəmizdə bu şey var. Var. Doktor, paranoid şəxsiyyət pozuntusu və paranoid şizofreniya. Nədir bunları bir-birindən fərqləndirən? Bəzən paranoid şəxsiyyət pozuntusu haqqında danışanda deyirlər, tamam, paranoid şizofreniya. Amma bunlar ayrı-ayrı məsələlərdir, deyilmi? Bəli. Bunlar tamamilə başqa-başqa bir şeydir. Sadəcə o sindrom birdir. Orada da şübhəlik, burada da şübhəlik. İş ondadır ki, paranoid şizofreniyanı biraz sizə bəlkə də qəribə gələr. Amma paranoid şizofreniyanın çox bir hallarında müalicə etmək olur. Yəni ki, onlara xüsusi dərmanlar qəbul eləyəndə düzdür, onlar o dərmanları bəlkə ömrünün axırına qədər qəbul etməlidirlər. Ancaq o dərmanları qəbul edərək onlar normal şəkildə həyatda, cəmiyyətdə yaşaya bilirlər. Dərman o paranoidi yığışdırır. Amma paranoid şəxsiyyət pozuntusu da dərmanın təsiri çox zəifdir, bəlkə də heç bir təsir etmir. Və paranoid şizofreniyanın öz gedişatı var. Şizofreniyanın öz qayda qanunu var. Şizofreniyanın öz nəticələri var. Tamamilə başqadır. Nəinki paranoid şəxsiyyət pozuntusunda. Və ondan da başqa, şizofreniyanın ən əsas əlaməti, paranoid deyil, şizofreniyanın ən əsas əlaməti iradənin, meylin, emosiyaların sönməsidir. Və uzun müddət gedən şizofreniya, paranoid şizofreniya, uzun müddət gedən insanın ki, iradəsi, emosiyaları sönür, onda paranoid öz-özünə itir. Onu heç nə dünyada maraqlandırmır. Amma paranoid şəxsiyyət pozuntusu, o həmişə hazırdır, mübarizə, həmişə hazırdır özünü müdafiə etmək, düzdür, başqalarının hüquqlarını tapdalayır, amma öz hüququnu çox qoruyur. Qoymaz ki, kimsə ona toxunsun. Bir də Elmir bəy, burada deyirik də, seçirik özümüzdə, məsələn, bu şəxsiyyət pozuntusu yaşayan insanlarda şübhəcilik, yəni başqa insanlara etibar və güvənin olmamasıdır. Ümumiyyətlə, insan bütün çevrədə olan insanlara etibarsız və güvənsiz yaşaya bilərmi? Güvən məsələsi iki cürdür. Bir təməl güvən var. Bir də hər hansı bir faktla bağlı insana qarşı güvənsizlik var. Deyək ki, bir insan sizi 3 dəfə borc alıb verməyib, 4-cü dəfə buna güvənmirsinizsə, biz sizə təməl güvəninizdə problem var deyə bilmərik. Amma təməl güvənlə bağlı problemlər, yenə də bu da erkən uşaqlıq dövrü ilə bağlıdır. İnsandır, gəlir, heç bir fakt əsas yoxdur. Deyir ki, mən heç bir kişiyə güvənmirəm. Bütün kişilər bir bezin qırağıdır. Səbəbini də heç anlada bilmirəm. Səbəb odur ki, yəni bir nəfərlə uğursuz bir münasibət yaşayıb ya da özündə olan problemi görməyib, o münasibətin nəticələri ilə bağlı və tamamən ümumiləşdirmə edir də, yəni. Ya da mən heç kimə güvənmirəm, həyatda heç nəyə inanmıram. Yəni, əslində öz-özünə güvənmir. Məsələdə, insan güvənməlidir. Rusların bir sözü var da, doverya и проверя. Yəni, güvən göstərəcəksən, həm də yoxlayasan da, çək eləməlisən. Təməl güvənsizlik bizim problemimizdir və təbii ki, bu paranoya üçün də əsas səbəbdir və bu insanlar, Araz mənim az öncə dedi, yəni məsələn, xüsusi xidmət orqanlarında filan paranoyası olanlar daha yaxşı işləyir. Ki, hər dəfə hər şey şübhə, elmin əsasıdır da, yəni şübhə eləməlisən, sorğulamalısan, yoxsa bir şeyə biz şərtsiz qəbul ediriksə, o biraz elmi aşır da, elmdə sorğulama deyə bir şey var. Yəni, paranoya elm üçün də önəmli məsələdir və biz də həyatımız boyunca belə insanlar var ki, özüm qədər güvənirəm. Bu biraz saxta cümlədir. İnsan özü-özünə çox qədər güvənmir. Özü-özünü nə edəcəyini bilmir bəzi yerlərdə. Bizdə daha çox abartılı güvən var, bir də güvənsizlik var. Orta səviyyədə, yəni yoxdur. Uclar var. Niyə bunu taraz deyə bilmirik? Ona görə ki, biz özümüz də zaten ortanı tuttura bilməyən bir cəmiyyətik. Yəni bizdə uclar var, uclarda yaşayırıq. Amma şəxsiyyət pozuntusu ilə bağlı paranoidlərin problemindən biri odur ki, şəxsiyyət pozuntularının, bütün şəxsiyyət pozuntularının, paranoyadır içində əsas müalicəsi psixoterapiyadır. Yəni biz dərmanla xarakteri dəyişə bilmirik. Bunlar da zaten şübhə içindədir. Yəni psixiatra gəlir ya terapiya sinyasına deyir ki, otağa şey qoyub, deyək ki, psixoterapevt mənim səsimi yazır. Yəni sənin səsini neynəsin də, yəni niyə görə paylaşsın millətlə? Bir fakt varmı? Yox, amma mənim içimdə elə bir şey var, həqiqətən inanıram. Ona görə bu insanlar psixoterapiyaya gəlirlərmi? Az gəlirlər, amma mən bir neçə insan tanıyıram, hətta həkimlərin içində də var. Paranoid
İndi şəxsiyyət pozuntusumu deyəmərəm, paranoid xüsusiyyətləri yüksək olan insanlar var. Hə, yüksəkdir də, yəni həmişə bir yerdə oturanda mütəmadi deyəcək ki, deyək ki, digər bütün həmkarları onun işinə əngəl olmağa çalışır. Hamı ona pis davranır. Hamı onun yeni açdığı klinikanın bağlanmağını istəyir. Hamı, nə bilim, arxadan bunun iş çevirir filan və münasibət səviyyələri çox pis olur. Bax, indi burada bir məqam yaranır, reklam fasiləsinə ayrılırıq. Dönüşdə bu insanların çevrəsindəki insanlar ona qarşı necə davranmalı və sərgilənməlidir əslində. Bu haqda danışacağıq. Reklam fasiləsi, fasilədən sonra yenidən buradayıq. Reklam fasiləsi bitdi, yenidən müzakirəyə davam edirik. Xatırladaq ki, ciddi şəxsiyyət pozuntusu olan paranoid şəxsiyyət pozuntusundan danışırıq. Telefon xəttində tamaşaçımız var, elə sizlə də başlayaq. Buyurun, eşidirik sizi. Axşamınız xeyir olsun. Axşamınız xeyir, doktor xanım, necəsiz? Təşəkkür edirik, buyurun. Çox sağ ol, doktor. Mən buradan Bakıdan, Maştağadan zəng vurmuşam. Mən özüm şəkər xəstəsiyəm. 7 il bundan qabaq bu trayniçini nev deyirlər. Ondan belə insult kimi olmuşdum Yüngüldə. Gözüm zadım bağlanmışdı. Amma yaxşı bir həkim açdı. İndi o vaxtdan mənim bu qulağımda şum var. Mən o şumu tərgidə bilmirəm. Nə inirəm, şum getmir. Sualınız var mı? Yox, sual yoxsa aydındır. Təşəkkür edirik. Zənginizə görə doktora cavablandıracağım. O xanım ki deyir, o qulağında o yerində səs var. O çox güman ki, o nevrit xəstəliyi keçirib və o nevritin ola bilər fəsadlarıdır və ya ikinci də səbəb ola bilər ki, beynin qan dövranı pozulub və beynin qan dövranı pozulanda insanın qulaqlarında o belə bir səslər ola bilər yaransın. Ona görə birinci otolaringoloq və nevropatoloqa müraciət etsə daha məqsədə uyğun olar. Təbii ki, bu qulaqda əslində səs-küy olması çox aktualdır. Birinci olaraq lor həkimi baxılmalıdır. Əgər orada elə bir problem yoxsa, nevroloji məsələdir, deyilmi? Nevroloji. Orada da problem olsa, deməli, psixiatrik. Aha, oradan da artıq nevroloqların da psixiatra göndərməsi xəstəsi özü də sual altındadır. O nə dərəcədə göndərəcək, bəlkə də deyəcək bizim sahədir. Tək ki, əslində müalicələr düz getsin. Amma bu, bəlkə də onda bir, belə deyək də, psixoloji da ola bilər. Yox, bilirsiniz, indi məsələ, əgər şəxsiyyət deyir ki, mənim başımın içində kimsə oturub danışır mənimlə, heç nə otolaringoloq, nə nevropatoloq ehtiyac, birinci psixiatra gəlsin. Amma əgər deyirsə, mənim başımda səs var, uğultu var, gürültü var, elə bir motor işləyir, o tamamilə başqa bir şeydir. Beyin içərisində danışma. Doktor, bayaq siz danışdıq, biz reklam fasiləsinə keçiddə yarımçıq qaldıq. Demək ki, o insanın, təbii ki, bunun ailə üzvləri var da, çevrəsi var. Hər dəfə siz mənə, bayaq biz reklam fasiləsində danışdıq, ailədə də onlara yoruculuq bir həyat tərzi yaşadır. Yəni, hər gətirdiyi artıq şübhə o qədər ifrat dərəcəyə çatır ki, qarşısına qoyduğu yeməkdən, içdiyi çaydan, mayədən belə şübhələnmək çox ciddi vəziyyətdədir. Yəni, nəysə qatmısınız, məni öldürmək üçün hazırlaşırsınız. Bu vəziyyətdə ailə üzvlərinin düşdüyü psixoloji və psixoz gərginlik bəlkə də həmin o xəstəlikdən də artıq olur. İndi bu vəziyyətdə davranma necə gedir? Bunları nə həkimə gətirmək olmur, çünki onlar özlərində bir problem görmür. Ailə üzvləri bunların dediklərini hər dəfə etdikcə bunlardan artıq normal həyat tərzində çevrilmiş olur ki, məni qəbul edirsə, deməli, mən doğrudur. Çox çətin bir vəziyyət. Xüsusilə gənc ailələrdə bir nəfər paranoid xüsusiyyəti olanda, xüsusilə bu qısqanclıqla bağlı, baxın, bir çox o bizim mədəniyyət qısqanmırsa sevir deyən bir mədəniyyət var. Qısqanclıqların çoxuna baxırsan ki, şəxs paranoid deyən. Amma mən bir məclisə gedib, bir toya gedib, elə bilir ki, bayaq o Ermənistan örnəyində dedikdə biz bütün bu toydakı 300 kişi gözünü zilləyib bunun həyat yoldaşına baxır. Amma hər öz işindədir, bir şey eləmir. Bu insanlarla nə eləməlidir? Yəni, təbii ki, təklif eləməlidirlər ki, gətirsin. Bilirsiniz, bu psixozu biz biraz açıqlayaq da, yəni reallıq hissini itməyini, bir kəskin psixoz var. Yəni şəxs deyir ki, mən həqiqətən də xüsusi xidmət orqanı izləyir, bitdi, getdi. Yəni biz bunu, bizim mədəniyyətdə bu olmadığına görə bunun xəstə olduğunu həmən ayırırıq. Amma mental dəyərlərlə uyumlu psixotik yaşantılar arada qaynayır. Məsələn, qısqanclıq. Deyir, kişi də səni sevir də, nətər olmalı? Amma
onun qısqanclığı mental dəyərlər altında Qısqanırsa demək gedir. sevir anlayışı. Amma qısqanclıq necə ola bilər? Ya da gəlir oturur, yeni bir şəxslə tanış olub, deyir ki, sən yeməyi yeyəndə onun gözünün içinə bax. Yəni insan 4 nəfər qarşılıqlı bir yerdə yemək yeyirsə, istər-istəməz də indi biz üçümüz buradayıq, gözümüzün içinə baxırıq. Və bu da sübutu olmayan şeylərdir də. Yəni necə sübut eləyək ki, baxanda nə deyirdim filan. Ona görə də bu Türkçədə biz buna uzunlamasına psixoz, yəni boyutsal deyirdilər onlar. Yəni psixoz var, davam eləyir, kəskin yaşantı kimi görünmür, əlamət kimi. Həkimin də gözündən qaçır. Bir həkimə belə aparsan, bir nevroloqa, hə, burada bir problem yoxdur deyə, o şəxs psixotik bir yaşantısı. Ailə üzvü nə etməlidir? Yəni bununla bağlı bir maarifləndirici söhbət eləyə bilər, ondan sonra təklif eləyə bilər. Əgər şəxs düzəlmirsə, özü baxmalıdır da, yəni bu insanla həyata davam eləyə bilirmi? Davam edirsə, davam eləsin. Eləyə bilmirdirsə də artıq bir fərqli bir yol izləməlidir. Amma ümumiyyətlə paranoidlərin, paranoid xüsusiyyəti yüksək olan insanların həyatında yaxın dostları falan yoxdur. Çünki bir dostu ilə yeməyə gedir, dönür deyir ki, sən mənim arvadıma baxdın. İkinci dəfə həmin dostu onunla yeməyə getmir. Gedir, sən mənə pislik eləyirsən. İndi hamı psixiatr deyir ki, başa düşsün ki, bu adam paranoyadır. Da deyir ki, bu şər-şəbət adamdır, bundan uzaq duraq. Filan şey filan oldu. Nə bilim, ona görə diqqətlə görəndə belə insanlar var. Deyir ki, xanım deyir ki, evləndim. Evləndən sonra da mənə öz qohumlarımla görüşməyə qoymadı. Baxsan ki, paranoyadadır yəni. Belə bir şübhəciliyi var. Yəni, şəxslər özü artıq özlərinə yol. Amma bu insanların düzdür, psixoterapiyası var, düzəlir də, dəyişilir də. Resursları artırırıq da terapiyada. Bu arada ehtiyac anda dərman da verir. Yəni, mən bayaq araşdırmalara baxdım. 0.4, 2.4% arasında fərqli məqalələr var. 1%, 0.5% deyək. 1% də az insan deyil, yəni, say olaraq götürəndə. Ona görə də, yəni, belə deyək də, ölkənin 1%-ni götürəndə bu haradasa 100.000 adam edir bizdə. Böyük bir rəqəmdir. Dərmanlara ehtiyaclar olur. Ən azından bəzən görürsən ki, dərmanla biz bu paranoid xüsusiyyəti olan adamların psixoza girmə riskləri çoxdur da. Gözünə də nəsə görünə bilər. Ailələrində də bu şey var. Ona görə də ən yaxşısı bunları ən azından bir psixiatra bir dəfə bir nevroloq aparıb bir antipsixotik müalicəsində belə o aqressiya, gərginlik yazar. Amma paranoid xarakter dərmanla keçərmi? Keçməz. Yəni, Araz mənim bayaq onu açıqladı. Yəni, o düzəlməyəcək. Terapiya almalıdır. Terapistə də zaten şübhə duyacaqlar. Ona görə də çox da psixoterapiyaya gələn insanlar da deyilər. Amma müalicələri var təbii ki. Müalicələri var. Doktor, özünə və ətrafa xəsarət bu tip insanlarda, yəni təhlükə mənbəyi saya bilərikmi? Paranoid şəxsiyyət özünə çox nadir hallarda xəsarət getirsin. Əgər bilirsiniz, əgər o şizofrenik paranoid sindromdursa, bəli, orada ehtimal var. Ehtimal var, özünə xəsarət getirsin. Əgər bu, məsəl üçün, bipolar pozuntuda, depressiv fazada, depressiyanın ağır fazasında paranoid şübhələr var ki, mən ölsəm, başqalarına yaxşı olar və ya mən nədənsə günahkaram, bu da sayıqlama fikirdir, bu da paranoid. Onda bəli, özünə xəsarət getirə bilər. Ancaq paranoid şəxsiyyət pozuntusunda, onda heç vaxt özünü günahkarlandırma yoxdur. Özünə pis gözlə baxma yoxdur. Ətrafdakılar hamısı pisdir. Ətrafdakılar hamısı mənə qarşı nəsə quruma qururlar. Mənə nəsə etmək istəyirlər. Mənə paxıllıq çəkirlər. Mən gərək bunlarla mübarizə aparım. Mən gərək öz mənliyimi göstərim. Mən geri gedən deyirəm. Mən həmişə hazıram mübarizəyə, həmişə hazıram. Həmişə startda olmalıyam. Ona görə, bəli, onlar daha çox ətrafdakılara xəsarət getirə bilər. Xüsusən də doktor çox gözəl qeyd etdi. Qısqanclıq paranoiduna. Bu çox ağır və təhlükəli paranoiddir. Birincisi ona görə ki, bilirsiniz, belə xəstə ilə psixoterapiya aparmaq çox çətindir. Onun ki, sən psixoterapiya zamanı xəstəyə deməlisən ki, səndə səhv fikirlər var. Və təsəvvür edirsiniz, o insan ki, qısqanır xanımı və o başqa bir kişi ona deyir ki, bəs sən səhv fikirləşirsən. Ondan o insana da salacaq o çərçivəyə, paranoid çərçivəsində. Sən də onunla əl bilirsən və s. Və bilirsiniz, bizim mentalitetdə belədir, ailədə olan problema biz
müdaxilə etmirik. Biz deyirik ki, əşi onun ailə işidir. Amma ailədə nələr olur, biz onu bilmirik. Və bu nöqteyi nəzərdə bu paranoid çox təhlükəlidir. Və başqa hallarda da ola bilər paranoid şəxsiyyətin təhlükəsi, amma daha çox hal-hazırda, müasir dövrdə daha çox bu qısqanclıqla rast gəlinir. Və ona görə biz hərdən bir eşidirik ki, əri xanımı öldürür, başını kəsir. Bunlar hamısı həmən o paranoid şəxsiyyət insanlardır. Doktor, bu insan beynində nə qədər funksional dəyişiklik və nələr getməlidir ki, baxın, insan artıq cinayətə qədər gəlsin, bu cinayəti törətsin. Bəzən də bunu vurğulayırlar ki, sırf olaraq konkret ailə üzvlərinə qarşı bu şiddət və təcavüz, belə deyə də qətllər törədilir. Amma əslində bu belə deyil, başqa insanlara da qarşına törədilə bilər. Yəni, burada bu nə baş verir, insan bu həddə çatır və artıq müəyyən vaxt keçir, özünə qayıdışı olur və deyir ki, mən bunu edə bilmərəm. Yəni, bu beyin strukturunda dəyişiklikdən gedir söhbət. Bizim beynimiz nə qədər belə formada dəyişməlidir ki, anlaqsız durum deyirik də biz buna. Artıq nə qədər cinayətlər, hadisələr də olur. Sonradan artıq təsbit olunur ki, paranoid şəxsiyyət pozuntusudur. Bu anlaqsız durumdur. Bu anlaqsız deyilən durum ümumiyyətlə beynimizin hansı bir hissəsində bu qədər belə bloklanır? Yox, siz düz vurğulamadınız. Paranoid şizofreniya olsa, biz deyəndə anlaqlı və ya anlaqsız insanda ola bilər ki, şəxsiyyət hal-hazırda şəxsiyyət paranoid şizofreniya diaqnozu ilə qeydiyyatdadır. Lakin cinayət törədən zaman əsas məqam odur ki, cinayət törədən zaman bu insan anlayırdı və öz hərəkətlərini idarə edə bilirdi, yoxsa yox. Bu çox vacibdir. Ola bilər insanda heç bir xəstəlik yoxdur, ancaq cinayət törədən zaman o anlamırdı nə edir və öz hərəkətlərini idarə edə bilmirdi. Buna deyirlər qısa müddətli tranzitor psixoz. Bəli, o zaman o anlaqsız idi. Lakin bir 10 dəqiqədən sonra tamamilə hər şey anlaqlı bir şəxsiyyətdir. Və şizofreniya pozuntusunda əgər o kəskinləşmə mərhələsindədir, bəli, o zaman anlaqsız olur. Amma şəxsiyyət pozuntusu, insanda şəxsiyyət pozuntusunun cinayət törədibsə, 99% hallarda o anlaqlıdır. 1% ola bilər ki, o çox nadir bir hallarda ola bilər ki, çox ağır, çox dərin şəxsiyyət pozuntusu, onda anlaqsız diaqnoz qoyulur. Amma əsasən onlarda qoyulur anlaqlı. Ona indi mən sizə bir söz deyim, türmələrin yarısından çoxsu şəxsiyyət pozuntusudur. Paranoid şəxsiyyət pozuntusu, oyanaq şəxsiyyət pozuntusu və asosial şəxsiyyət pozuntusu. İndi biz onları hamısını anlaqsız diaqnoz qoysaq, onda nə olur? Onda biz küçədə gəzə bilmərik. Demək ki, bu diaqnostikaya və burada, baxın, nə qədər görün incəlik var, həssas bir toxunuş var ki, bunda təbii ki, peşəkar incələməlidir. Ona görə də bəzən ümumi anlamda biz bunu danışanda, demək ki, burada göstəricilər də fərqlidir. Doktor, bunun müalicə və terapiya üsullarından danışaq. Tamam, biz indi təxmini bir toxunuş etdik. Bu özündə qəbullanmırsa, bunu təbii ki, terapiyaya gətirmək özü bir artıq çətin bir məsələdir. Ailə üzvlərinin təkidi ilə gəlməsi, məcbur getməlisən deyə ona da uymurlar. Çünki onlarda o, belə də, ego və təkəbbürlük heç kimisə təsiri altında arasında getməyi də qəbullanmır. İndi bu anda nə baş verir, necə edirik və nə etməliyik ki, bunları tamamən terapiyaya doğru yönəldək? Terapiyaya gəlirlərsə, təbii ki, indi psixiatr orada ayırmalıdır, bu şizofreniyadır, psixotik yaşantıdır. Bilirsiniz, bəzən şəxs narkotik vasitə istifadə edir, ailədə heç kim bilmir, psixoza girir və biz ona paranoya deyənməliyik. Onun həyat hekayəsi yaxşı incələnməlidir müayinədə və yaxşı incələnəndən sonra əgər psixotik xəstə olsa belə də burada bir tabu var, onu deyim, yəni bizdə bir yanlış anlaşılma var. Əgər mühakimə qabiliyyəti yerindədirsə, biz şizofreniya xəstəsinə belə terapiyaya giririk, bipolyara belə eləyirik və digər xəstəliklərə eləyirik. O cümlədən də paranoid xüsusiyyətləri olan insanlara. Niyə görədir bu? Məsəl üçün, elmi araşdırmalar göstərib ki, deyək ki, şizofreniya, bipolyarda biz dərman müalicəsinin üstünlüyü veririk. Terapiya olunan xəstələr, psixoterapiya, çətindir bunlara terapiya eləmək. Yəni, psixozun psixoterapiyası üçün siz müəyyən psixoterapiya səviyyəsinə gəlməlisiniz. Ondan sonra bir psixotik xəstəyə baxa bilərsiniz. Yəni, elə asan bir şeylər deyil. Daha irəli səviyyədə bir ustalıq istəyirsiniz. Onların dərman buraxmağını azaldır.
Yəni xarakteri biraz dəyişir, biraz dünyaya baxışı, biraz Türkçədə ona içgörü deyirik də, özündə olan problemin daha çox fərqində olur. Bu kontekstdən baxanda paranoya şəxsiyyət pozuntusu da buna aiddir. Çox nadirən gəlirlər, gəlsələr belə, yəni o psixiaterapevt onlarla doğru münasib. Siz bu insanlarla işləmək o qədər incə xətdir ki, yəni birdən əlvi cibə atdın. Çünki ortaq tarazlığı tutmaq lazımdır. O əlvi cibə atdın elə biləcək ki, Bəli. deyək ki, otağa girəndən sonra nəyisə hansısa düyməyə basırsan ki, səs yazılsın. Ya da nə bilim. Və yaxud da məni məcbur burada stasionara yatızdıracaqlar. Hə, məni yatızdıracaq, nə bilim, indi psixiatriya ilə bağlı başqa bir stigma var da, sanki biz belə də əlimizdə böyük bir şeylə küçədə gəzib insanları zorla xəstəxanaya yatıran insanlarıq. Orada çox diqqətli və incə davranmalıdır psixoterapevt və qabaqdakı şəxsi hər bir halda güvənli təsis eləməlidir. Mümkün var. O yenə də girəcək oraya, amma siz ona uyğun dillə deyəcəksiniz. Ya ki, gəlib deyə bilər seansda sizə ki, mənə elə gəlir ki, siz mənim səsimi yazırsınız. Yəni orada psixoterapevt, yox, belə şey yoxdur filan moduna girsə, yəni o seans batdı yəni. Orada seans olmadı. Ona görə böyük bir ustalıq istəyir və demirik, tamamən o huy keçir gedir, tamamən belə düzəlir, sıfır yaşama qayıdır, heç bir paranoyaya girmir, amma o belə deyək də şəxsin resurslarını artıranda həyatda paranoya nə vaxt girir? Girdi toyxanaya, 200 dənə kişi var bundan başqa, deyək ki, bu məclisdə böyük bir stres yaşayır. Normal adam onu yaşamamalıdır, o stres. Stres yaşayır və o anda özünün müdafiə olaraq bu düşüncələr şiddətlənir. Biz də deyək ki, terapiya eləyəndən sonra bu adama onun resursunu gücləndiririk, ətraf dünyanı daha yaxşı qavrayır, özünü daha yaxşı qavrayır, həyat yoldaşını daha yaxından tanıyır və həqiqətən də yavaş-yavaş inanmağa başlayır ki, bu 400 dənə göz onun arvadına baxmır. Ondan sonra ya da dur qalxır oynayır, həqiqətən də deyir ki, məsələn, deyək ki, müşahidə elə də, bax gör nə baş verir. Yəni, biraz kənara çəkir və prosesə bax. Biraz kənara çəkəndən sonra görür ki, əş yox, biz necə, biz bir insanla bağlı oradan bizi öldürmək istəyir, deyək ki, çəkilişdəyik hal-hazırda. Düşünün ki, fikirləşirik ki, oradan bizi öldürmək istəyir arxadakı işləyən şəxs. Onun əlini cibinə salmağı elə bilirsən ki, indi bir silah çıxaracaq. O cür düşünməyəndə artıq o əlini cibinə salmağını hər hansı bir rahatlıq göstəricisi olaraq görürüz. Yəni, bu insanların streslə başa çıxma resurslarını artıranda o paranoid düşüncələrin ortaya çıxmağını əngəlləyirik. Və bu terapiya ilə də müəyyən mənada yaxşılaşır. Yəni, belə deyək də, həyatları daha funksional olur. Yəni, mən bu cür insanlar görmüşəm, dediyim kimi, həkimlərin içində psixoterapiya da alıblar, dəstək alıblar və yaşamları terapiyadan sonra daha keyfiyyətli davam edir. Bu önəmli. Mütləq doktor, burada müalicə stasionar yatılı götürülür? Hayır, burada mütləq stasionar yoxdur. Yox. Doktor dediyi kimi, əgər şəxsiyyət pozuntusudursa, burada daha məqsədə uyğun olar psixoterapiya. Çox ağır hallarda ola bilər ki, müalicə yazılsın, qısa müddətli müalicə ki, onun gərginliyini, depresiyanı, insan depresiyaya da düşə bilər, insan yuxu pozuntusu da ola bilər. Ki, bu qısa müddətli bunun aqressivliyini, depresivliyini, yuxusuzluğunu və başqa əlamətlər varsa, onu aradan qaldırmaq üçün qısa müddətli dərmanlar verilə bilər. Lakin onun sonraki işi o yalnız ən yaxşı usul o psixoterapiya usuludur. Və bilirsiniz, belə xəstələri bu psixoterapiya zamanı mən görmüşəm, psixoterapevtlər çox düzgün taktika seçəndə yaxşı nəticə olur. Və bilirsiniz, nəticə çox da zaman nəticə asılıdır insanın intellektindən, insanın mədəniyyətindən, insanın biliklərindən, insanın həyata baxışından, insanın həssaslığından, tez cəmiyyətə uyğunlaşmasından çox şey asılıdır. Bax, o paranoik şəxsiyyətlərdə onlarda belə bir xüsusiyyət var ki, onlarda proyeksiya, belə bir mexanizm var. Onlar öz hisslərini, qorxularını keçirdirlər başqalarına. Ki, o məndən belə fikirləşir, ona görə mən belə davranıram. Və o belə başlayır davranmaq, təbii ki, o bir şəxsiyyət baxır buna qəribədir, bu qəribə kimi bu insana baxır və o şəxsiyyət başlayır özünü qorumağa. Və o özünü qorumağa başlayanda paranoid şəxsiyyət deyir ki, gördünüz, mən sizə deyirdim ki, o mənə qarşı, onda nəsə bir şey var da, o mənə qarşı aqressivdir.
Halbuki onun heç bir aqressiyası yoxdur. O cavab olaraq belə davranır. Və bax bu məqamlara psixoterapevt incə toxunaraq, bunu xəstəyə aydınlaşdıraraq, xəstə yenə də deyirəm, öz davranışını kontrola alır. Öz davranışını kontrolda saxlaya bilir. Burada elə obsessiv xəstəlikdən əziyyət çəkən insanlar var ki, məsələn, onlar mütəmadi evdə ailə üzvlərinin necə göstəricilərlə, evin kəndarına girdin, bütün libasını dəyişməlisən, hamamda müəyyən bir yuyunduqdan sonra başqa libas giyməlisən. Bunu ailə üzvləri hər dəfə uyduqca və bunun dediklərini etdikcə, biz bu insanlara etdiyi hərəkətdə haqlı olmaq davranışını sərgiləyirik. Düzdür, doktor? Eyni zamanda bu paranoid insanlarda da demək, ətrafda bu insanlar buna tamam, sən haqlısan deyib, onu sakinləşdirib görməzdən gəlməsi, bunun özündə tamamən dediklərimi qəbullanırıq. Bu gedişat əslində bu insanların durumunu daha da ağırlaşdırır, yoxsa əksini etsək onlarda qıcıq yaradır. Əslində necə davranmalıyıq? Məsələn, mənim qonşum bir paranoiddir, ailə üzvümdə biri var. Dediyini hər dəfə etməklə, təslim olmaqla onu doğru yola aparırıq, yoxsa ona qarşı dönüş edək? Mən hesab edirəm ki, heç vaxt onun o fikirləri ilə razılaşmaq olmaz. O demək deyil ki, ona demək ki, sən dəlisən, sən ağılsızsan, sən ağlın yoxdur. Belə söz, başın xarabdır. Belə sözlər təbii ki, demək olmaz. O daha da ağırlaşdırır vəziyyəti. Belə hallarda daha yaxşı olar ki, belə sakit səslə, rasionalizasiya, ki, onu sübutlarla, tələsmədən, təmkinli. Bax, bu formada və yavaş-yavaş onun beyninə yeritmək ki, sənə həkimə müraciət etmək lazımdır. Məsəl üçün, hansı bir ədəbiyyatı açmaq, göstərmək ona, internetdə göstərmək, səndə şübhələr var, bax, gör, bu əlamətlər səndə var, yoxsa yox. Yenə də mən deyirəm ki, şəxsiyyət pozuntusu o sırf psixik xəstə deyil. Onda haradasa nəsə var, haradasa o rasional bir nöqtə var. Və o rasional nöqtəni onun üçün açaraq, onu da göstərərək, onun davranışında, onun fikirlərində dəyişiklik yaratmaq olar. Bəli, bu psixoterapevtin işidir, amma bu olar. Amma durub onunla daimi razılaşmaq, o düzgün deyil. O, axırda doğrudan da böyük bir faciə ilə nəticələnə bilər. Onun ki, bir gün hansısa bir insan bezər və deyər ki, sən düz demirsən, deyirdin, nə oldu bəs bu vaxta qədər hər şey razıydın, indi sən razı olmadın və ya şəxsiyyət, o paranoid şəxsiyyət pozuntusu deyir ki, həyat yoldaşına, sən boynuna al, mən sənin günahından keçəcəyəm, ancaq boynuna al. Və xanım bilmədən deyir, bəli, olub ki, canını qurtarmaq üçün. Bu deyir, aha, deməli, mən düz fikirləşirdim. Gör, neçə ildir sən məni alladırdın. Başa düşürsünüz və doğrudan da bu faciə ilə qutara bilər. Doktor, bu xəstəliyi orqanik beyin xəstəliyi hesab edə bilərikmi? Yox. Bu orqanik xəstəlik hesab olunmur. Hal-hazırda. Hal-hazırda. Araşdırmalar var paranoya ilə bağlı, amma yəni bizim əlimizdə bir sübut yoxdur. Məsələn, şizofreniyada boz maddə gedərək azalır filan. Bu cür araşdırmalar var. Amma yəni paranoya və digər şəxsiyyət pozuntusu müxtəlif yerləri ölçürlər. Həcminə, amigdala həcminə baxılan yerlər var filan. Ondan sonra dalğalarla filan yoxlayıblar. Amma əsaslı bir əlimizdə bir şey yoxdur ki, yəni bu filan yer filan cürdür deyə beyində, filan hormon çoxdur deyə. Yəni, bu adamlar şeydir. Amma mən bir şeyi deyim, mən özüm rastlaşmışam bu cür insanlarla. Yəni biz belə danışırıq həkim gözü ilə filan, amma bir paranoidin yəni psixiatr, psixoterapevtliyi xaricində bir sosial həyatımız var. Bir paranoidin belə deyək şübhələrinlə baş-başa qalmaq, onu dilə gətirilmək filan, yəni bunlar həqiqətən də paranoidlərin həyatı çox çətindir. Yəni o sizə elə bir söz deyə bilər ki, deyək ki, o dedim də həyat yoldaşına baxır filan kimi. Yəni siz tamamilə o adamdan qopub gedə bilərsiniz. Ona görə də bunları tanımaq lazımdır. Bir çox insan da bilirsiniz, biz belə asılı bir cəmiyyət olduğumuza görə özünü günahlandırır. Acaba məndə bir problem varmı? Sən niyə belə düşünür filan. Yəni çox belə deyək də o günahlandırıcı bir tərzləri ola bilər. Çünki adam dediyinə inanır da, o dediyim kimi də göz təması qurub və deyir ki, sən ondan deyirdin ki, mənə nömrəvi ver və s. və ilaxır.
Ona görə də bu insanların o ətraf dünya ilə münasibətləri kifayət qədər pis olur, dostları, yaxınları olmur. Yəni, belə deyək, ağlı başında insanlar onlardan uzaqlaşırlar. Və uzaqlaşdıqca da paranoidin əlinə bir güc düşür ki, bax, ona görə doktorun dediyi kimi, yəni, mən dedim ki, sən mənim həyat yoldaşıma baxırsan, bu da məndən uzaqlaşdı. Elə deməli ki, baxırmış filan. Yəni, bu şəkildədirlər. Və mütləq bunlar psixoloji dəstək almalıdırlar. Yəni. Doktor, müalicə olunmadığı təqdirdə bu xəstəliyin sonu hara gedir? Sonu yaşayırlar yəni. Belə xüsusi bir şizofreniya da orta yaşam, deyək ki, 50 il filandır. Azərbaycanda 70 ildir orta insan ömrü. Onlar da 40-50 il yaşayır. Yəni, onu da bir xarakterli insan kimi qəbul edib, hər kəs yaşayır. Yaşayıb gedirlər, yəni. Elə bir şey olmur. Düzdür, yenə də bu paranoya vəziyyətləri ilə bağlı yaşadıkları stres çox olur. Çünki mütəmadi kimisə günahlanır. Düşünün də, bir anda düşünün ki, yəni burada oturmuşam və düşünürəm ki, bu 2 nəfər məni öldürmək istəyir. Yəni, mənim bədənim necə bir stres altında. Görün nə qədər, bəli, stres, emosional sıxıntı altında yaşayır insan. Telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Axşamınız xeyir xanım. Axşamınız xeyir. Buyurun. Sualım doktorlaraydı. Mənim atamın 86 yaşı var. Allah ömür versin. 86 yaş. Elə bir 86 yaşı var. Qorxu içində olur pasiyanlı. Qorxu, təşviş içində olur. Yəni, pasiyanlı qorxu, elə bir qorxur da. Yəni, panik atak içində. Yəni, onu soruşmaq istədim ki, müalicəsi varmı o sağlar? Atasının 86 yaşı var, hər zaman təşviş və qorxu içindədir, təlaş içindədir. Burada bir paranoya, Ümumi olaraq, bəlkə ola bilər təşviş, həyəcan pozuntusudur, bəlkə ola bilər depresiyanın bir əlamətidir. Yəni, nə ilə bağlı olacağını soruşur. Ola bilər depresiyanın əlaməti olsun. Amma burada paranoya... Yox, mövzudan da kənar soruşa bilər. Yəni, ümumilikdə demək istəyir ki, bu gedişat nəyə bağlı ola bilər? Mən şey deyim, yəni 80 plusda, 80 yaş və üzərində artıq demensiya üçün böyük bir risk var. Demensiyada beyin həcmi kiçilir, yürütücü funksiyalar zəifləyir və şəxs istər-istəməz beyin həcmi kiçiliyinə görə psixi xəstəliklər nöqteyi nəzərindən daha müdafiəsiz vəziyyətə düşür. Ona görə də bu cür insanlarda təşviş, qorxu yarana bilər. Yəni, şəxsi bir xəstəni bilmirik. Nədir, nə deyil, müayinə eləməmişik. Amma məncə bir psixiatr müayinəsi mütləq lazımdır o xəstəyə ki, gəlsin, baxılsın, dərman verilsin ki, ən azından o həyəcan, təşviş, qorxu ilə yaşama azalsın. Yəni, biz deyirik, daimi təşvişdəyib, daimi nəysə olacaq kimi biz fikirləşirik, kimsə bizi izləyir deyə. Ola bilər tamaşaçımız da atasının daim təlaşda və qorxuda olmasını. Təbii ki, ola bilər bir psixiatr və psixoterapevt müayinəsində olmaq birinci faydalı göstəricidir ki, çünki kök səbəb araşdırmalıdır. İndi buradan biz fərziyyə üzərinə deyə bilərik, tam diaqnoz qoyma bilmirik. Doktor, bunların aşkar olunması paranoid şəxsiyyət pozuntusuna doğru gedişat var. Məsələn, yetkinlik dönəmi nə zaman, hansı əlamətlər bir valideyn olaraq övladımızda, baxın, hansı gedişatı artıq ciddi bir həyəcan təbiri bilməli və yeniyetmə vaxtı, belə deyək də, artıq yetkinlik yaşı çatmadan insanları doktora aparmaq çox rahatdır, nəinki olğunlaşmış yaşda bir insanı. Burada hansı, belə deyək də, bir valideynlərə buradan bir sağlam bir mesaj ötürək ki, bu göstəricilər gələcəkdə bunun göstəricisi ola bilər və bu zaman düşünmədən psixiatra, psixoterapevtə müraciət edək ki, vəziyyət sonra bu qədər də gərginləşməsin. Ümumiyyətcə belə götürəndə şəxsiyyət pozuntuları başlayır formalaşmaq, xasiyyət formalaşan moment keçid devirdə. Yəni ki, əgər doktor belə düzgün vurğuladı, var temperament, o anadan gəlmədi. Bəli, o anadan gəlmədi, o gedir insanla. Və mühit təsiri altında, tərbiyə təsiri altında, hər təsirin o temperament başlayır öz dəyişikliyə, temperamentdə başlayır dəyişilmək və o keçir xarakterə. Xarakter temperamenti birləşəndə olur şəxsiyyət. Və bu moment, bu keçid devirdə başlayır insanın o şəxsiyyət pozuntuları başlayır formalaşmaq. Paranoid şəxsiyyət pozuntusu keçid devirdə çox az rast gəlir. O daha çox özünü bürüzə verir 60, 20, 25, hətta biraz ondan yuxarı yaşda. Niyə görə? Paranoid nədir? Paranoid insanın təfəkkür sferasını pozur. Təfəkkür, ağıl,
o sferanı pozur. Davranış, Keçid dövründəki hərəkət. olan uşaqda onun hələ təfəkkürü tam formalaşmayıb. Onun həyata baxışı tam formalaşmayıb. Onun o keçid dövrdə daha çox ola bilər, məsəl üçün asosial davranış pozuntusu. Ola bilər olsun isterik konversiyon şəxsiyyət pozuntusu. Amma paranoid o biraz gec yaranır. Ona vaxt lazımdır ki, o siz həyatı görsün, eşitsin, baxsın həyata ki, onda yanlış fikirlər yaransın. Və fabuladan asılı olaraq o fikrinin, o paranoidun fabulasından, paranoidun məzmunundan asılı olaraq ola bilər ki, xəstə heç bir dəfə də həkimə müraciət etməsin. Heç kəs ona heç xəstə kimi baxmasın, sadəcə qəribə insan kimi baxır. Məsəl üçün, belə insanlar var ki, onlar məsəl üçün, heç kəsə inanmırlar. Sadəcə olaraq heç kəsə inanmaq lazımdır, hamısı yalan deyir, hər şey şübhə ilə yanaşır. Və hamı da onu qəbullanır və elə yaşayırlar. Hamı da deyir ki, belə şəxsiyyətdir də, əgər o sosial təhlükə daşımırsa, o heç həkim nəzarəti altına düşmür. Bəli. Doktor, sonda nə deyək? Necə eləyək ki, bu psixiatr, psixoterapevtə müraciət etməkdə bu qədər fobiyalar olmasın? Niyə qorxuruq müraciət etməkdə? Baxın, müraciət etməkdə əslində necə edək ki, insanlar, baxın, övladlarımızda doktor dediyi kimi şəxsiyyət tipini formalaşdığı, bu da 8, 13, 14 yaşlara təxmin edir hardasa. Bu dönəmdə bir pozuntunun olmasını və yaxud dediyimiz kimi 20, 25, 30-da bir dəyişiklik gedirsə, bunu belə deyək də, sərgiləməyin özü də o insanda bir maraq yarada bilərdi. Amma biz görürük, ötüb keçirik, uşaqdır, düzələcək, hər kəsimizdə bu olub keçir. Əslində, niyə psixoloji bu xəstəlikləri biz ciddiyə ala bilmirik? Ciddiyə ona görə ala bilmirik ki, dediyim kimi özümüz də bəzən görürüz ki, paranoid vəziyyətdə yaşayırıq. Məsələn, o salfetka məsələsi. İkinci məsələ ondan ibarət ki, bu cəmiyyətimizdəki stigma, damğalanma ilə əlaqəlidir. Yəni, biz psixiatrlar hələ dəli həkimi statusunu saxlayırıq cəmiyyətdə, dırnaq içində. Üçüncü məsələ ondan ibarət ki, şəxslər, bilirsiniz, insanoğlu özünü dəyişdirməyə çox da meyilli deyil. O istəyir ki, mütəmadi ətraf dəyişsin. Bəli. Ətrafda hər şey düzəlsin, o dəyişməsin. Özünü dəyişmək, psixiatra gəlmək, psixoterapevtə gəlmək, birinci bu başdan məndə problem varı etiraf eləməkdir. Onun da hər insanın elə bir resursu yoxdur ki, o resurs dediyim, yəni gücü yoxdur ki, desin ki, məndə problem var. Çünki günahkar mütəmadi başqalarıdır. Demək ki, özümüzdə də... Özümüzü dəyişdirməliyik. Çünki ruh sağlığı problemi, yəni bir paranoid şəxsin boşanma ehtimalı çoxdur. Yəni, normal bir insanla evlənibsə, bir müddət ondan yaşayandan sonra təbii ki, ayrılacaq o paranoid. Əgər paranoidlə ömür boyu davam edirsə, özü normal deyil. Demək ki, doktor, qüsurları və baş verən hadisələr, günahlarını da müəyyən qədərini özümüzdə axtaraq ki, sonra artıq başqalarına bu qədər günahlandırmaya meyilli olmayaq. Verilişimiz çox əfsuslar olsun ki, vaxtımız tamamlandı. Əvvəla hər birinizə sonda bir daha təşəkkür edirəm gəldiyiniz üçün və bu zamanı, dəyərli zamanınızı bizimlə bahəm keçirdiyiniz üçün. Təbii ki, paranoid şəxsiyyət pozuntusundan danışdıq. Elə Araz doktor da dediyi kimi, əslində bu dərk etmə və qavrama bizim frontal beynimizdə yerləşəcək ön hissəsində olan qavrama və dərk etmədən başlayır, düşüncə və təfəkkürdən başlayır. Ona görə müəyyən yaş dönəmlərini təbii ki, bizi övladımız qədər tanıya biləcək ikinci bir şəxs ola bilməz. Bir ailədə övladımızda müəyyən dəyişiklik, susqunluq, abartılı həyəcan, emosiyalar, çılğınlıq baş verirsə, demək ki, biz onu görürük və həmin anda özümüz edə biləcəyini düşünürüksə, nəysə yardım etməkdə aciz isə birbaşa mütəxəssisə yönəlməkdə fayda var. Hər birimizə sağlam can və sağlam təfəkkür arzulayırıq. Bugünlük bu qədər. Salamat qalın.